Salamlar, vaxtınız xeyir olsun değerli Media Türk TV izləyiciləri. Gündəm Masada verilişinin bu saat olan buraxılışı ilə sizin qarşınızdayıq. Studiyada Heydər İsmail'dir. Hər zaman olduğu kimi ən mühüm hadisələri masa ətrafında müzakirə edəcəyik. İlk saniyelərdən isə daimi tamaşaçılarımıza ənənəvi rejamımızı xatırlatmaq istəyirəm. Solda bəyənmə, sağ tərəfdə isə kanalımıza abunə olun işarəsi yerləşir. Hər ikisinin üzərinə toxunmağı unutmayın ki, müzakirə edəcəyimiz mövzuları daha geniş auditoriya izləyə bilsin. Ramiz Mehdiyev olayı ilə bağlı ardıcıl gələn açıqlamalar, məlumatlar, xəbərlər hələ də gündəmi silkələməkdə davam edir. Növbəti həbslər, ardıcıl proseslər, yaşanan gedişat hara qədər gəlib çıxacaq və Ramiz Mehdiyev öz arxasınca kimlər aparacaq? İndi vəzifədə olanlar, səlahiyyət sahibi olanlar, keçmişdə müəyyən vəzifələrdə çalışmış. Yəni Ramiz Mehdiyev və komandası ətrafında olan 5-ci kolon kimi zamanında təqdim olunan qüvvələr Azərbaycanda dövlət çevrilişi və s. ittihamlar Ramiz Mehdiyevin üzərinə qoyulub. Bunlar konstitusiyamızda konkret olaraq müəyyən bəndlər və daha doğrusu cinayət məcəlləsində də təsdiqini, təsbitini tapan məsələlərdir. Konkret desək 274-cü və 278-ci maddələrdə də qeyd olunub ki, vətənə, dövlətə xəyanət, hakimiyyət çevrilişi etmək və s. maddələrlə Ramiz Mehdiyevə 4 aylıq ev dustaqlığı verilib. Ancaq onun hətta səhhətinin pisləşdiyi ilə deyilir. Əlaqələr kəsilib, telefonla əlaqə saxlaya bilmir və s. imkanları məhdudlaşdırılıb. Sadəcə dünən jurnalistlərindən birinin ona əlaqə saxlaması, zəng etməsi Ramiz Mehdiyevin ilə keçirdiyi həyəcan, təşviş, səs tonundan, emosiyalarından, fikirlərindən də anlamaq mümkün idi. Jurnalist ona sual ünvanladı ki, vətənə xəyanət iddiası ilə ittiham olunursunuz, bu məsələyə münasibətiniz necədir? Ramiz Mehdiyev sadəcə jurnalistin telefonuna zəngi qapatmaqla bir reaksiya nümayiş etdirdi və indi isə onun ardıcıl gələn zənglərdən isə halının pisləşdiyi deyilir. Hətta Rusiya rəsmiləri ilə, Rusiyanın buna qədər siyasətində təmsil olunan müxtəlif qruplarla onun əlaqəsinin olması, gizli yazışmalarının detalları ilə bağlı da mətbuatda, mediada açıqlamalar səsləndirilir, məlumatlar tirajlanır. Hətta Nikolay Patruşevlə onun gizli yazışmalarının olması da deyilməkdədir. Yəni bunlar hamısı hələ ki iddia olaraq qalır, amma rəsmi təsdiqini tapacaq bir çox məsələlər olacaq. Yəqin ki, bu istiqamətdə dövlət qurumları araşdırmalar aparacaq, güc strukturları və rəsmi informasiyalar da səsləndiriləcək. İndiki məqamda onun halının pisləşməsi ilə əlaqədar xəbəri informasiyanı diqqətinizə çatdıraq. Daha sonra isə studiyamızda olduqca maraqlı və gərgin gündəmlə bağlı debatımız olacaq. Qonaqlarımızı sizə təqdim edəcəm. Ramiz Mehdiyevin halı pisləşib haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri akademik Ramiz Mehdiyev ilə bağlı yeni xəbərlər var. Mehdiyevə yaxın çevrədən Modernaza daxil olan məlumata görə media və sosial şəbəkələrin gündəmi olan akademikin halı dünən axşam saatlarında pisləşib. Hətta onun üstünə həkim çağırılıb. Həkim müayinəsi zamanı Mehdiyevin gərginlik və stres səbəbindən əsəb sisteminin pozulduğu, qan təzyiqinin həddindən artıq yüksəldiyi də bildirilir. Verilən məlumata görə 87 yaşlı Ramiz Mehdiyevi qəzəbləndirən əsas məsələlərdən biri vaxtilə vəzifəyə çəkdiyi, deputat mandatı verdiyi, mövqe bəxş etdiyi bəzi insanların indi onun əleyhinə mətbuatda danışmasıdır. Bu halın akademikin mənəvi durumuna ciddi təsir göstərdiyi xüsusi vurğulanır. Ramiz Mehdiyev vaxtilə yetişdirdiyi şəxslərin belə tezliklə onu inkar edəcəyini gözləmirmiş. Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti Baş İstintaq İdarəsinin Ramiz Mehdiyevə cinayət işi başladılması məlumdur. Cinayət Məcəlləsinin 274-cü maddəsi dövlətə xəyanət, 278 hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və 193.1-ci cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin legallaşdırılması maddəsi ilə ittiham olunur. Ramiz Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O həm də Hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında təmsil olunmaqdadır. Bəli, Ramiz Mehdiyevlə bağlı daha hansı işlər görüləcək, onun səhhətinin pisləşdiyi deyilir. Bundan sonra nələrin şahidi ola bilərik? Bu istiqamətdə gündəm mövzularını müzakirə edəcək studiyamızın dəyərli qonaqlarını təqdim etmək istəyirəm. Bizimlə bərabərdirlər millət vəkili Elman bəy Nəsirov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar bəy Cəlaloğlu studiyamızdadır. Hər birinizə təşəkkürümüzü bildiririk, vaxt ayırıb studiyamızda olduğumuza görə minnətdarıq. Elman bəy, ilk olaraq sizinlə başlamaq istərdim. Bir iqtidar nümayəndəsi olaraq Ramiz Mehdiyevin uzun illər prezident aparatında sabiq rəhbər, indi sabiq deyirik, amma bir zamanlar prezident aparatının rəhbəri kimi çalışdığı illəri xatırlayırıq.
1995-ci ildən 2019-cu illərə qədər 20-24 illik, 25 ilə yaxın bir müddəti özündə etibadən böyük bir dövrdən söhbət gedir. Yəni, bu dövrlərdə Ramiz Mehdiyev haqqında çox danışıldı, çox söylənildi. Bir çox deputatlarınız, indi təbii ki, deputat mandatı daşımayan, millət vəkili kimi təmsil olmayan Sabir Rüstəmxanlının çıxışları yayımlanır. Fəzail Ağamallının çox maraqlıdır ki, bu hadisələrlə üst-üstə düşən 10 gün əvvəlki verilişimiz oldu Fəzail bəylə studiyamızda. Elə mən Fəzail bəyin studiyamızda olmasından, belə deyək, onu bir yararlanaraq bu vəziyyəti, belə deyək, indiki durumda Ramiz Mehdiyevlə arasındakı münasibətlərin nə səviyyədə olması ilə bağlı sual ünvanladım. O da bütün bu gerçəkləri ilə studiyamız vasitəsilə səsləndirdi. Qeyd etdi ki, mən Ramiz Mehdiyev haqqında indi danışmamışam. 90-cı illərdə də sözümü demişəm, 2000-ci illərin əvvəllərində də vəzifədə olduğu vaxtlar da bizim aramızda çox ciddi konfliktlər oldu. Və maraqlıdır ki, Ramiz Mehdiyevlə bağlı çıxışından 10 gün sonra Dövlət Təhlükəsizlik Xidməti belə deyək ki, tədbirlər həyata keçirdi və çox maraqlı digər bir nüansda Fəzail bəy nə demişdi ki, vətənə xəyanət, dövlətə xəyanət, hakimiyyəti zorla çevirmək, ələ keçirmək, Rusiyanın təsiri altında həmin maddələr, həmin bəndlər Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi açıqlamalarında yer aldı. Belə bir maraqlı üstə düşən məqamlar oldu. Sizin ümumiyyətlə Ramiz Mehdiyevlə münasibətləriniz necə olub, görüşləriniz, çıxışlarınız, onun sizə qarşı bir davranışı, reaksiyası və ümumiyyətlə bu hadisəni necə şərh etmək mümkündür? Ramiz Mehdiyevə qarşı o qədər sözlər deyildi, danışıldı, amma o məhz indi saxlanılır, indi onunla bağlı ev dustaqlıq verilir. Nəyə görə məhz indi bu hadisələr cərəyan edir sizcə? Bəli, haqqında bəhs edilən hadisə, yəni Ramiz Mehdiyevin həbsi ilə bağlı, ev dustaqlığı ilə bağlı qəti imkan tədbirinin seçilməsi bu təsadüfi deyil. Və onun 1995-ci ildən ta 2019-cu ilə qədər 24 il müddətində Prezident Administrasiyası rəhbəri kimi yüksək vəzifə tutub. Sonra isə 19-22-ci illərdə İlm Akademiyasının prezident vəzifəsində olub. Yəni həm siyasi hakimiyyətdə, həm də ki, ictimai fəaliyyətlə məşğul olub. 22-ci ildən isə artıq heç bir vəzifə tutmur, amma tutur. Deməli, Təhlükəsizlik Şurasının üzvüdür. Veteranlar Şurasının üzvüdür, Yeni Azərbaycan Partiyasının. Və o ki, qaldı ittihamlarla bağlı məsələləri. Əvvəla qeyd edeyim ki, ittiham tərəfi kimi Dövlət Təhlükəsizlik Xidməti çıxış edir. Onun İstintaq Baş İdarəsi artıq Ramiz Mehdiyevə qarşı cinayət işi açıb. Və qeyd etdiyiniz kimi çox ağır ittihamlardır, çox ağır ittihamlardır. Mənə elə gəlir ki, bizim cinayət məcəlləsində, cinayət prosessual məcəllədə 274-cü və 278-ci maddələrin ağır maddələr yoxdur. Dövlətə xəyanət 274, 278-ci il bu artıq hakimiyyətin zəbt edilməsi ilə bağlı məsələlər özündə etifa edir. Zorla hakimiyyəti ələ almaq, saxlamaq məsələlərini. Və bu həm də onun başqa bir izahı odur ki, yəni konstitusiyon quruluşu devirmək və zorla devirmək. Və üstə gəldə söhbət konstitusiya ilindən gedir. Konstitusiyamızın qəbulunun 80-ci, biz 30-cu il dönümünü qeyd etməyə hazırlaşırıq. Və bu reallıqda təbii ki, son dərəcə ağır ittihamlardır. Sonuncusu 193-cü maddə bu iqtisadi cinayət məsələlərinin özündə etifa edən bir maddədir. Amma iki maddə, dediyim kimi, ondan ağır mən cinayət məcəlləsində maddələr tanımıram. Və Dövlət Təhlükəsizlik Xidmətinin vəsatəti əsasında da bilirsiniz ki, Səbail rayon məhkəməsi məlum qərarını qəbul edib 4 ay müddət. O ki, qaldı sizin sualınızın başqa bir hissəsində dediniz ki, mənimlə onun hər hansı bir ünsiyyəti, söhbəti və s. Yəni, mən hələ indiyə qədər Ramiz müəllimdən deməli bir salam əleykim, əleyk salam belə olmayıb. Yəni, üz-üzə gəlib bir kəlmə kəsməmişik. Yəni, hətta bu baş verməyib. Yəni, görünüşümüzün xarakteri elə olub ki, yəni, bu baş verməyib. Buna ehtiyac olmayıb. Ona görə də onunla mənim heç bir indiyə qədər ünsiyyətim olmayıb. Elementar ünsiyyəti deyirəm də, salam əleyk salam. Hətta buna qədər belə olmayıb. Ancaq efirdən, televiziyadan, qəzetlərdən, yazılarından tanımışam. Amma sizin onunla aranızda bir gərginliyiniz olub. Bu xüsusilə Elmlər Akademiyasındakı vəzifəsindən uzaqlaşdırılmaq. Yox, uzaqlaşdırılmasına bağlı yox. Onun pandemiya dövründəki toyların keçirilməsi qadağan idi. Belə olan vəziyyətdə o, deməli, nəvəsindən toy etməsi ilə bağlı məsələyə mən ideoloji sahədəyəm, Yeni Azərbaycan Partiyasında. Bu kimi məsələ təbii ki, mən mövqe bildirməliyəm, mənim də öz rəy bildirməliyəm. Orada da olub və daha sonra bu Elmlər Akademiyasının uzaqlaşdırılması məsələsində də bir çox deputatların adını çəkdi ki, bunları məhkəməyə yox, mən elə onu deyirəm də, mənim onunla bağlı fikirlərim həmin vaxtı qanunu pozub toy etməsi ilə bağlı məsələ idi və mövqeyim də belə idi ki, heç kim qanunun fövqündə dayana bilməz. Qanun, hamı qanun qarşısında
qarşısında deməli məsuliyyət daşıyır və bu baxımdan hansı vəzifəni tutmağından asılı olmayaraq heç kimin xüsusi səlahiyyəti yoxdur. Bunları söyləmişdim və bəli, mənim də o zamanlarda bir 15 nəfərə qədər insanı məhkəməyə verəcəyini hədələmişdi və mən də o siyahıda idim. Ancaq mən o faktı, mən ümumiyyətlə nitqimdə, danışığımda o şeyləri söyləyirəm ki, sabah məni birdən məhkəməyə verəndə mən yenə də öz mövqeyimi dəyişməyim. Məsələn, toyla bağlı məsələlər, məlumdur, faktlar var, argumentlər var, bütün görüntülər var və mən onu deyirdim. Ondan uzağa gedən bir fikrim yox idi. İndiki halda da mənim mövqeyim necədir? Mən Milli Məclisin deputatıyam. Yeni Azərbaycan Partiyasından təmsil olunur Milli Məclisdə. İstədiyim ifadəyə, istədiyim sözə görə məsuliyyət daşıyıram. Və ona görə də hal-hazırda Ramiz Mehdiyevlə bağlı, onun ev dustaqlığı ilə bağlı qəti imkan tədbiri seçilib. 4 ay müddətə. İndi sual yarana bilir ki, niyə 4 ay müddətə? 4 ay müddət onunla bağlıdır ki, bu bayaqdan söylədiyimiz ittihamlar var, cinayət məcəlləsinin ən ağır maddələri üzrə. Bu 4 ay müddət istintaq prosesinin üçün lazımdır ki, görək doğrudanmı bu ittihamlar, bu şübhələr o təqsirkar şəxs qismində saxlanılıb da, doğrudanmı təsdiqini tapır? Doğrudanmı deyilən ittihamlar həyatda təsdiqini tapır? Yoxsa ola bilsin ki, ittihamlarda sonra dəyişmələr də olur. Dəfələrlə bunu görmüşük. Bir ittiham başqasına əvəz olunur və s. Ona görə də biz fikir söyləyərkən fərqindəyik ki, bir təqsirsizlik prezumsiyası var. Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə insan o zaman cinayətkar hesab edilir ki, bununla bağlı məhkəmənin adekvat, müvafiq qərarı olur. Və belə bir qərar yoxdur. Hal-hazırda ittihamlardan söhbət gedir. O, təqsirkar şəxs qismində saxlanılıb. Ona görə də mən, ona görə ifadələrimdə məhz hüquqi dövlət olaraq, parlamentin üzvü olaraq o fikirləri səsləndirirəm ki, o fikirlər qanuna uyğundur. Bəli, ittihamlar var, ağır ittihamlardır, amma indiki məqamda hələ ki istintaq prosesi gedir deyə biz o cinayətkardır və s. kimi ifadələr hələ işlətmirik. Hələ təqsirkar şəxsi biz hüquqi dildə danışırıq da, məsələ hüquqi baxımdan yanaşmadır. Və indi istintaq prosesində ola bilsin ki, elə faktlar, elə argumentlər üzrə çıxacaq ki, həmin o maddələr hələ sıraları genişlənə də bilər və yaxud da ki, maddələrdə dəyişiklik baş verə bilər. Ona görə indidən fikir söyləmək çətindir, həm də istintaq prosesinə müdaxilə etmək olmaz. İstintaq sirri deyilən bir şey var. Və ona görə də mən hesab edirəm ki, bu 4 ay müddətində çox həqiqətlər üzrə çıxacaq. Həm də onun da fərqindəyəm ki, dövlət təhlükəsizliyi kimi çox ciddi bir qurum. Bax, hər birimizin, hər bir vətəndaşın, dövlətin təhlükəsizliyini təmin edən peşəkarların cəmləşdiyi dövlət təhlükəsizlik xidmətində çox vətənpərvər insanlar işləyirlər. Və onlar əgər bu kimi ittihamlarla çıxış ediblərsə, bu kimi məsələlər dilə gətiriblərsə, deməli bu məsələnin olduqca ciddiliyindən xəbər verir. Təşəkkür edirəm bu fikirlərə görə. Təbii ki, Sərdar bəyin də yanaşmasını eşidəcəyik. Hal-hazırda elə ilk sənələrdə 1000-ə yaxın şəxs bizi canlı yayımda izləyir. Yəqin ki, auditoriyamız daha da genişlənəcək və yeni qoşulan tamaşaçılarımıza ənənəvi ricamızı xatırladıram. Solda bəyənmə, sağ tərəfdə kanalımıza abunə olun işarəsi var. Hər ikisinin üzərinə toxunmağı unutmayın ki, gərgin gündəmlə bağlı səsləndirdiyimiz gerçəklikləri daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. Sərdar bəy, iqtidarın yanaşmasını Elman bəyin dilindən eşitdik, mövqeyini gördük. Sizin ümumiyyətlə bir müxalifət partiyasının nümayəndəsi və lideri kimi Ramiz Mehdiyevin indiyə qədərki fəaliyyətlərini mən deyərdim ki, ən kəskin şəkildə tənqid edənlərdən biri siz olubsunuz. Çünki onun haqqında geniş şəkildə çıxışlarınız, məqalələriniz, yazılarınız yeri gəlmişdən kitabı da hətta özünüzlə bərabər gətiribsiniz. Ramiz Mehdiyevin əleyhinə nə kimi fikirlər səsləndiribsiniz və dedikləriniz bugün bir növ öz təsdiqini tapır. Ramiz Mehdiyevin yəni bu şəkildə ittiham olunması Dövlət Təhlükəsizlik Xidməti kimi ciddi bir qurumun belə bir faktları, məlumatları ortaya qoyması artıq Ramiz Mehdiyev haqqında düşünənlərin bugünə qədər onun əleyhinə fikirlər söyləyənlərin bu məsələdə haqlı olduğunu bir daha bu gerçəkliyi üzə çıxardır. Elman bəyin isə yanaşması zaman-zaman Ramiz Mehdiyevlə bağlı onların hər ikisi arasında bir konfliktlər olub, gərginliklər olub. Aydın məsələdir ki, iqtidar baxışı müxalifət mövqeyindən bir qədər seçilir. Yəni açıq belə deyək, daha sərt ritorika üstünlük vermir. Amma bugünkü prizmadan baxdıqda iqtidarlı, müxalifətli Ramiz Mehdiyev məsələsinin mövqeyimiz necə olmalıdır? Onu deyim ki, mən Elman müəllimlə burada o şeylə razılaşmıram ki, biz burada hüququn qəbul etdiyi qərarları müzakirə eləmirik. Biz bir dənə dövlət xadiminin uzun müddət hakimiyyətdə qalıb, apardığı siyasətə qiymət verməliyik. Bu adamın dövlət, vətəndaş belə dövlətə xəyanət edib eləməyib özü bilər, hüquq mühafizə orqanları bilər, çevriliş edib eləməyib və s. Biz bu adamın apardığı siyasətə qiymət verməliyik və onun nəticələrinə qiymət verməliyik ki, bu nəticələr
Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının və hər bir Azərbaycan vətəndaşına hansı taleyi gətirib çıxarıb, hansı məqama gətirib çıxarıb, əsas məsələ budur. Əvvəla ümumi şəkildə deyim ki, Azərbaycan deməli imperiyanın əsərdən qutarandan sonra ölümünasiya siyasət deyilən biz o siyasət aparırıq. O nə deməli? Açıq-açığına Rusiya ilə əməkdaşlıq edən, imperiya xidmət edən adamların hakimiyyətə buraxılmasının qabağı alınması. Qərar verilməli idi. Kimin ki Rusiyanın əlaqəsi var, kim ki Rusiyaya xidmət edib, o adamlar Azərbaycanda ən azı 10 il, 20 il, 30 il, nə onlar, nə uşaqları Azərbaycanda hakimiyyətə buraxılmadı. Bu olmadı. Bütün dünya təcrübəsi belədir. Hindistan azad oldu. Demək odur, Hindlilərin 90% getdi, kimlər ki xidmət eləmişdi, kraliçə getdilər İngiltərəyə, bu dəqiqə İngiltərədə ən böyük diaspor Hindlilərindir, o vaxtdan gedənlərdir, 3-cü nəsil yaşayır orada. Başqa ölkələrdə də həmçinin. Birincisi bu, yanlışlıq bu oldu ki, müəyyən olunmadı bu adamların. İkincisi, Azərbaycan tarazlaşdırmacı siyasət var. Tarazlaşdırmacı siyasət nə deməkdir? Həm Qərbin, həm də tutaq ki, Rusiyanın maraqlarına uyğun bir siyasət. Onda sual olunur, bax bir nəfər İlham Əliyevdir, tutaq dövlət var. Bu necə ola bilər? Həm Qərbin maraqlarını, həm də Rusiya. Burada deməli, Rusiya öz maraqlarını hansısa bir adamın dili ilə ifadə etməlidir, hökumətin idarə olunmasında. Qərbin də maraqlarını ya prezident özü ya da başqa bir adam ifadə eləməlidir. Bu baxımdan Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı maraqlarını təmsil edən, Rusiyanın Azərbaycanda həyata keçirmədə siyasəti həyata keçirdən və o qrupun başçısı kimi fəaliyyət göstərirdi. Əvvəl onu deyim ki, Ramiz Mehdiyevlə bağlı 2010-cu ildə Amerika Birləşmiş Ştatlarının Azərbaycanda səfiri Wilson mənim yanıma gəlmişdi partiyaya. Biz bir görüş keçirdik, Amerika-Azərbaycan münasibətlər və s. Azərbaycanda demokratiyanın vəziyyəti. O mənə dedi ki, biz, yəni Amerika dövləti Heydər Əliyevə demişik ki, 3 nəfər adam var, onlar hakimiyyətdən uzaqlaşdırılmasa, Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi təhlükə altında olacaq. Onun biri bu Ramiz Mehdiyev adını çəkdi. Digər 2 nəfərin adını çəkdi. Bir də o 2 nəfər kim idi bəs? O 2 nəfərin adını əgər İlham Əliyev maraqlanırsa, şəxsən İlham Əliyev deyərəm ki, kimlərdir. Və mən həmin gündən Ramiz Mehdiyevin hər bir kiçik ağzından çıxan söz, atdığı addım, yazdığı məqalə, hamısını başladım təhlil eləməyə. Və deməli, 16 yanvar 2008-ci ildə deməli, hakimiyyətin deməli, 16-cı il dönümü münasibətilə Ramiz Mehdiyev böyük bir məqalə yazmışdı. 50 səhifəyə yaxın. Məqalənin adı belədir. Gələcəyin strategiyasını müəyyənləşdirərkən modelləşmə xətti. Mən bu məqaləni oxudum. Mən onda Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin və hər bir Azərbaycan vətəndaşının başına açılan oyunları hansı siyasətlə eləyiblər bunu? Niyə cəmiyyət bu günə düşdü? Niyə Azərbaycan dövləti inkişafdan qaldı? Niyə bizim dövlətimiz bu Ermənistan və Gürcüstandan fərqli olaraq həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən, həm geridə qaldı? Onların səbəbini özüm aydınlaşdırdım. Və 1910-cu ildə, daha doğrusu 2010-cu ildə totalitarizmin metamorfozası, yəni SSR rejiminin şəkil dəyişməsi adında bir kitab yazdım. Bu kitab Ramiz Mehdiyevin həmin məqaləsinin geniş elmi təhlilinə həsr olunub. Burada istər iqtisadiyyat sahəsində, istər hüquq sahəsində, istər sosial sahədə, istər vətəndaş cəmiyyəti institutuna münasib və s. atılan addımların Azərbaycanı hansı təhlükəli bir istiqamət apardığını, bizi necə tarixi inkişafdan saxladığını, Azərbaycanda necə bir cəmiyyətin formalaşdırılmasını və s. geniş elmi şəkildə dünyanın ən məşhur sosioloqların, politoloqların nəzəriyyələri, dünya xalqlarının təcrübəsi və s. izah eləmişim və oradan gəldiyim nəticə nədir? Ramiz Mehdiyevin başçılığı altında bu deyirəm modernizasiya. O siyasət nəyə xidmət edirdi? İndi baxın görün, doğrudan Azərbaycan cəmiyyətində bu var ya yox. Neototalitarizm nə deməkdir? Hakimiyyəti qeyri-legitim, mülkiyyəti qeyri-müəyyən, idarə etməsi zorakılığa əsaslanan, sakit, statik, dəyişilmələrdən sığortalanmış cəmiyyətlərin müasir forması. Azərbaycanda parlamentin 80%-i 30 ildə dəyişmir, 40 ildə dəyişmir. Budur, dəyişilmədən sonra. Nazirlər var ki, 40 ildə hakimiyyətdədir. Bunun səbəbi Ramiz Mehdiyevdir. Ramiz Mehdiyev, bu totalitar cəmiyyətin əlamətidir. Totalitarizmin əlaməti. 2. Neototalitar dövlət. Biz hansı dövlətə neototalitar dövlət? Baxın, Azərbaycanda belə bir dövlət var. Beynəlxalq öhdələri yerinə yetirməsindən ardıcıl imtina edən.
milli sərvətlərin kiçik bir qrupun əlində cəmləşdiyi, ictimai münasibətlər feodalizasiyaya məruz qalmış, tribalizm və tayfabazm əsaslanan, klassik dövlət funksiyalarını yerinə yetirməyə bacarmayan, özünü beynəlxalq sferdə nadir uşaq kimi aparan, təbii resurslarına görə beynəlxalq əhəmiyyətlilik qazanmış avtoritar dövlət formasıdır. Neototalitar hakimiyyət nədir? Destruktiv kult yaratmış, xalq qarşısında hesabatsız, administrativ funksiyalarını icarə prinsipi ilə yerinə yetirdiyi, şəxsi iradənin kollektiv iradədən üstünlüyünə əsaslanan ideyasız insanların hakimiyyət forması. Neototalitar cəmiyyət yalnız rəsmi dövlət institutlarından təşkil olunmuş, atomlaşdırılmış fərdlərdən ibarət, hüquq və azadlıqdan məhrum, hakimiyyətin məqsədyönlü siyasəti ilə idarə olunan, kütlə psixologiyası hərəkət edən, öz taleyinə layiq, total nəzarət altında saxlanan insanların təşkil etdiyi cəmiyyət. Bir də neototalitar insan bizim hər birimiz kimik? Yəni Ramiz Mehdi bizim hər birimizi nəyə çevirib? Egoist, egocentrik, yəni tayfa ancaq öz yaxın, bəşəri dəyərlərə və insan hüquqlarına layiq, nihilist, məhəlli dünya görüşlü, kətçi, mənim rayonlu, mənim kətçi, psevdo düşüncəli, pasiv, nadan, pragmatik, maddiyatçı. Elmlər Akademiyasının üzrlüsən, uzaqlaşdırılanda da ətrafından elə o akademiyanın içərisində olanda bunları deyir. Fərdiyyatçı, indi və burada prinsipi ilə yaşayan, təlqin və şayiələrlə idarə olunan, özünü düşünən, yalnız indisi olan, keçmişdən dərs almayan, gələcəyini istiqamətlənməmiş, tarixlik hissindən məhrum, tənha, zəif, sosiallik keyfiyyətinə malik, köməksiz kompleks daşıyan, tabiçiliyə meyli, xarici təsir və təzyiqlərə müqamətsiz, özünü kisildən bütpərəst fərddir. Ramiz Mehdiyevin apardığı siyasət bu 4 dənə nəticəyə gətirib çıxarıbdır. Bu kitabı mən yazmışam. 2010-cu ildə Ramiz Mehdi prezident aparatının rəhbəridir, Mırroydur. Maraqlı bir şey var. Yəni o vaxt ifşa edirsiniz onu. İfşa eləmişəm və Ramiz Mehdiyev prezident aparatının rəhbəri olmasına baxmayaraq Azərbaycan dövlətini pərdə arxasında idarə edən bir şəxsdir. Bunun bariz nümunəsi, sübutu nədir? Heydər Əliyev dedi ki, mən Azərbaycanda olmayanda tam arxayınım, çünki Ramiz Mehdiyev Azərbaycan dövlətini məndən də yaxşı idarə edir. Bu, halbuki prezident aparatının rəhbərinin Azərbaycan dövlətini idarə etmək kimi səlahiyyəti yox. Bu nə göstərir? Ramiz Mehdiyev öz səlahiyyətin sərhədlərini prezidentin səlahiyyətləri çərçivəsinə qədər genişləndirmişdir. Türkiyədə də olur. Misal üçün Erdoğan müvəqqəti olaraq harasa gedir. Ramiz Mehdiyevin xidmətləri nədir? Seçkilərin ardıcıl saxtalaşdırmasının bilavasitə rəhbəri və təşkilatçı Ramiz Mehdiyev. Mən deməli parlament seçkilərində namzədliyimi vermişdim. Türkiyə səfirliyində bir qəbul var idi. Orada iştirak etdim. Bir nəfər müxalifət partiyasının lideri Sədər seçkilər necə dedim, hər şey yaxşıdır, qaydasıdır. Yəqin ki, seçkilər mənə dedi ki, Ramiz Mehdiyevlə görüşübsən. Mən dedim, mənə Ramiz Mehdiyevlə görüşüb. Dedi ki, Sədər bəy, Ramiz Mehdiyevlə görüşməyən kiminsə parlamentə düşmə şansı yoxdur. Ondan sonra yadınıza gəlir, siyahlar çıxırdı. Və Ramiz Mehdi parlamentdən bağlı nə dedi? Bu sözlər də Ramiz Mehdi dilindən çıxıb. Biz təsadüfi adamları parlamentə buraxa bilmərik ki, onlar dostlarımızla bizim əlaqələri pozsun. Ondan sonra Azərbaycanın demokratik qüvvələrindən bir nəfəri də demək olar ki, normal bir seçkinin parlamentə düşməsinə imkan vermədi. Bu da Ramiz Mehdiyevin bilavasitə xidmətidir. Ramiz Mehdiyev hər il bir dəfə keçmiş MDB respublikalarının prezident partiyasının rəhbərlərinin Moskvada görüşü keçirilirdi. Həmin görüşə gedirdi. O görüşdən gələndən sonra müəyyən çıxışlar edir. O çıxışların hamısını bir-bir mən oxumuşam. Bir dəfə, axırıncı dəfə gələndə dedi ki, biz Moskvada belə görüşdük, belə elədik. Bu qənaata gəldi ki, Azərbaycanda totalitar nəzarətə həyata keçməlidir. Totalitar nəzarət nədir? Hər bir adamın ailəsində cinsi münasibətindən tutmuş, onun iqtisadi, siyasi fəaliyyətinə qədər olan hər şeyi dövlətin nəzarətinə alınmır. Yadınıza gəlir, ondan sonra Dövlət Təhlükəsizlik Nazirliyində böyük bir problem çıxdı meydana. Məlum oldu, Dövlət Təhlükəsizlik Komitəsinin sədri hətta prezidentin ailəsini belə izləyir. Şəxsi həyatına müdaxilə edir. Ona görə o biabırçılıqlar çıxdı, Mahmudovdan söhbət gedir. Həmin o Ramiz Mehdiyevin verdiyi bəyanatdan sonra bu məsələlər ortalığa çıxdı. İndi sual olunur. 20 ildən, 30 ildən artıq Azərbaycanda eyni hakimiyyətdə qalan, bu qədər dövlətə, xalqa qarşı cinayət eləmiş bir adamın niyə bugün ifşa olunur? Bu dövlətə xəyanət, dövlət çevrilişi. Əvvəla bir sual vermək istəyirəm. İttiham irəli sürünür ki, zoraki yolla rejimi devirmək. Zoraki yolla rejimi devirmək üçün bu adam ölkənin silahlı qüvvələrinin əlaqəsi olmalı. Bu nə deməkdir? Hüquq mühafizə orqanları, ordu, Daxili İşlər Nazirliyi, eləcə digər strukturlarında Ramiz Mehdiyevin tapşırıqlarını yerinə
yerinə yetirə biləcək adamlar var. Bu çox ciddi və təhlükəli iddiamdır. Zorakı yolla çevriliş. Bu zorakı yolla sənin silahın yoxdur, tankın topu necə çevriliş eləyə bilərsən? Biz bilirik ki, zorakı çevriliş hərbi güclərlə mümkündür. Və 44 günlük müharibədən qabaq da biz deyirdik ki, Nəcməddin Sadıqov oradadır, heç vaxt torpaqlar azad eləyə bilməyəcək. Türkiyənin təzyiqi ilə Nəcməddin Sadıqov uzaqlaşdı, torpaqlar azad eləyə. Baxın, Azərbaycan Hava Qüvvələrinin komandanın bir bəyanatı var. Dedi ki, bir nəfər gəldi mənə, general dedi ki, bizim bir qrupumuz var, sən bu qrupun üzvü olmalısan. Mən dedim ki, mən prezidentə xidmət edirəm, dövlətə xidmət edirəm, mən o qrupa üzvü olmayacağım. O mənə dedi ki, onda sən Müdafiə Nazirliyində işləyə bilməzsən. Dedi ki, bir həftədən sonra Zakir Həsənov məni işdən çıxartdı. Mən o vaxtda bəyanat verdim. Dedim, nəyə görə güc strukturları bu qrupun kim olduğunu müəyyənləşdirmir, bu bir. Müdafiə Nazirliyində nəyə görə bu cürə bir qrup var? Bu qrupun məqsədi nədir və bu qrupun Müdafiə Nazirliyindən fərqli hansı vəzifələri var? Və bu gün həmin general sağdır, Hava Qüvvətlərinin komandanı. Bəyanatı da qəzetlərdə var. Hətta prezidentə də müraciət edib. Mən də onun o bəyanatından dəhşətə gəldim. Bununla bağlı müraciət eləmişəm prezidentə, bu məsələ araşdırsın ki, bu nə məsələdir? Bu günə qədər həmin Müdafiə Nazirliyindəki qrup aşkarlanmayıb ki, o generallar kimlərdir? Onlar niyə qrup yaradıb? O qrupda məqsəd nədir? Niyə Zakir Həsənov o generalların sözü ilə öz vəzifəsini yerinə yetirən, dövlətinə və xalqına xidmət edən bir generalı işdən çıxardıb, heç bir səbəb olmadan. O adam da 50 dəfə şikayət edib ki, qardaşım, mənim heç bir günahım yoxdur. Bunların qrupuna üzv olmamışam deyə məni çıxardıblar. Bugün Ramiz Mehdiyevin və onun Azərbaycanda müxtəlif strukturlara, iqtisadiyyat sferasına, prezident aparatına, hüquq mühafizəyə yerləşdirdiyi kifayət qədər çoxlu kadrlar var ki, onlar hamısı Azərbaycan dövləti üçün, xalqı üçün, hər birimiz üçün təhlükədir. Onlar Rusiyadan gələn istənilən tapşırığı yerinə yetirə bilər. İndi sual olunur, birdən-birə hökumət nəyə görə, siz düşünürsünüz, indi bilinir ki, Ramiz Mehdiyev vətənə xəyanət edib. Ramiz Mehdiyevin xəyanətkar olduğunu əgər mən 2010-da kitab şəkildə yazmışamsa, deməli o vaxtı bütün prezidentə də məlum olur. Söhbət nədən gedir? Azərbaycan artıq qəp yönümlü bir siyasət aparır. Amerika ilə çox sıx əlaqələr qurur. Baxın, Trump gəlir, hamının gözünün qabında oturur, dönür, İlham Əliyevi, bunu tanıyırsınız, bu dünyanın bir nömrə liderlərindən biridir. Belə bir, yadınıza gəldi də o axırıncı yadınıza gəldi. Bu onu göstərir ki, artıq Amerika, Azərbaycandan çox ciddi strateji müttəfiq əlaqələrini qurmaq istəyir və qurur. Belə olan halda Rusiyanın agentura şəbəkəsini Azərbaycanda neytrallaşdırmaq lazımdır, zəruridir. Ona görə də bu hadisənin iki hadisədən sonra olması, düşənbə görüşündən və şeydən sonra üzə çıxması Misir görüşündən. Belə bir fikir deməyə əsas verir ki, həm düşənbə görüşündə, həm də Misirdə bilavasitə Rusiyanın buradakı agentura şəbəkəsinin ləğv edilməsinə bağlı razılıq əldə edilibdir. Ona görə indi çıxdı bu məsələ ortaya. Yox, elə belə. Razılıq deməzdim, danışıq olur. Yəni razılıq. Yəni danışıq nədir? Düşənbədə İlham Əliyev Rusiyanın Azərbaycan üzərindəki Rusiya bizə razılıq mı verir? Yox, mən başqa şey deyirəm. Düşənbədə İlham Əliyev Putinə açıq şəkildə bildirib ki, biz müstəqil siyasət aparacağıq. Kim çadır? Putin də onu acıq olaraq o bəyanatı verdi ki, Rus dilli ölkədir. Yəni biz maraqlarımız nəyə gəlsə onu etmişik, Rusiya da buna cavab verir. Bəli. Və mən elə gəlir ki, Avropaya və Amerika ilə inteqrasiya və əməkdaşlıq Rusiyanın burada agentura şəbəkəsini ifşa eləmə və neytrallaşmaq tələb elədiyinə görə, bax, bugün bu məsələ bugün qüvvə yoxsa, Ramiz Mehdiyevin Azərbaycan xalq, baxın, özəlləşdirmədən götürək. Özəlləşdirmə vaxtı Ramiz Mehdiyev bunun başçısıydı. Azərbaycanda 60 milyard dollarlıq özəlləşdirmə mülkiyyət vardı, onu 4 milyarda hesabladılar. Bugün həmin əmlak kimin əlindədir? Yadınıza gəlir, 9 may paradı ilə bağlı Azərbaycanda baş verən hadisə. İlham Əliyev imtina elədi, Moskvaya getmədi. Bir nəfər adam, sonra kim oldu adam? Məlum oldu ki, bu adamın zavodları var, fabriklər. O adam necə özəlləşdi bu zavodu fabrik? Deməli, Ramiz Mehdiyevin rəhbərliyi altında Rusiya xidmət edən adamlar özəlləşdirmədə birincilik verildi. Azərbaycan mülkiyyətinin böyük əsasını onlara verdilər. Burada çox böyük bir cinayət var. Vətənə xəyanət deyirsiniz. Özəlləşdirmə haqqında qanun əsasən, özəlləşdirmiş müəssisənin profilini dəyişmək belə Nazirlər Kabinetinin qərarı olmaz. Məsələn, siz bir corab fabrikini özəlləşdiribsiniz, onu istəyirsiniz, ayaqqabı fabrika eləyəsiniz, Nazirlər Kabineti qərar vermir. Amma Azərbaycanda mindən axır müəssisə özəlləşdiriləndən bir neçə ay sonra tamamilə dağıdıldı, yox edildi.
Bu da Azərbaycanda 2 milyondan artıq işçi deməkdir. Bu da Azərbaycanda əhalinin sosial-iqtisadi vəziyyətinin 100 dəfə ağırlaşması deməkdir. Bu da Azərbaycanın neftdən asılı bir dövlətə çevrilməsi deməkdir. Baxın, Azərbaycan Sovet hökuməti vaxtından dünyanın ən böyük dünyanın demək, neft kimya sənayesi olan ölkədir. Bizdə 1000-ə yaxın fabriklər, müəssisələr vardır ki, neftin... Amma bugün biz xam masadır, niyə? İcazənizlə Elman bəyə də söz verməliyik. Fikirlərinizi yekunlaşdırın istəyirsiniz. Mən demək istəyirəm ki, o özəlləşdirmənin də o şəkildə aparması məqsəd oydur ki, Azərbaycan iqtisadi cəhətdən sıfırlansın, neftdən asılı bir ölkəyə çevrilsin. Onun da başında yenə Ramiz Mehdiyev durdu, onu demək istəyirəm. İstəyirsiniz başqa sahələrdə təhlil. Mən burada hər şeyi təhlil eləmişim. Kim istəyirsə bu kitabı tapsın, oxusun, baxsın ki, Azərbaycan xalqının, dövlətin başına Ramiz Mehdiyevin dediği modernizm var ha. O modernizm nə oyununa gətirib? Sərdar bəyin dediklərindən məlum olur. 2010-cu ildə yazılmış kitabdan söz açdı. Orada artıq bugün Ramiz Mehdiyevin elədikləri, Milli Elmlər Akademiyasındakı fəaliyyətləri, onun 2019-2022-ci ildə də vəzifədən uzaqlaşdırında elm camiəsi, elm içərisindəki o tanınmış ziyalılarımızın oradakı akademiyanın içərisində çalışan böyük bir çoxluğun tərkibin Ramiz Mehdiyevin orada gördüyü işlərlə bağlı, elə Sərdar bəy kitabında nə qeyd edilibsə, onların da həmin fikirləri səsləndirməsini gördük. Məsələ ondan ibarətdir. Sərdar bəy bunları 2010-cu ildə yazmışdı. Ardıcıl proseslər isə 2019, 2020 və nəhayət 2025-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyatlardan sonra fakt kimi ortaya çıxır. Yəni Sərdar bəyin dedikləri indi fakt olmaya bilərdi o dönəm üçün, iddia kimi qəbul olunurdu, amma bugün Dövlət Təhlükəsizlik Xidməti kimi bir ciddi qurum, təhlükəsizliyə nəzarət edən bir struktur, əgər bu faktlar, bu gerçəklikləri sübut edəcək açıqlamalarla çıxış edirsə, burada Sərdar bəyin dedikləri 2009-cu ildə sadaladığı məqamların 2025-ci ildə biz bir daha təsdiq edilməsini görürük və çox ciddi ithamlardır. İndiki məqamda düşündürən məqam sualından ibarət, nüansundan ibarətdir ki, Ramiz Mehdiyevin 87 yaşı var. Aydındır ki, bu adam yatıb birdən-birə 87 yaşında vətənə xəyanət, dövlət çevriliş etmək istəmədi. Buna qədər deməli, bu adam 80 yaşında da işləyib, 75 yaşında da işləyib və indi yaş etibarıyla demək bir qədər çətindir. 10 il əvvəlmi, 15 il əvvəlmi, 5 il əvvəlmi bu plan necə olub, onun tərkib hissələrini demək çox çətindir. Amma necə oldu ki, hadisələr bu qədər gəldi və indi bu baş verir. Bunu Sərdar bəy qərblə olan yaxınlaşmağımız Rusiyanın içindəki, şəhərimizdəki qüvvələrin zəiflədilməsi kimi görür. Siz ümumi prosesə necə baxırsınız bəs? İqtidar yanaşması. Ramiz Mehdiyevlə bağlı Sərdar bəyin özünün xatirələri var, ünsiyyəti olub və kitab yazıb. Ünsiyyəti olub, heç vaxt. Hər halda, yəni tanımısınız, yəni fəaliyyətini izləmişsiniz, xəbəriniz var və öz fikirlərini qeyd edir. Amma Sərdar bəyin xüsusilə məhz indiki halda bu prosesin indiki zamana təsadüfü ilə bağlı səsləndirdiyi fikirlər isə onun özünün subyektiv fikirləridir. O elə hesab edir. Mən demək ki, İlman fikirləri deyirəm, dedim. Yəni subyektiv o baxımdan fikirlərdir ki, Düşənbə danışıqlarında, Vaşinqton danışıqlarında, daha doğrusu Birləşmiş Ştatlarda aparılan, bu Ağ Evdə aparılan danışıqlarda bu kimi məsələlərlə bağlı razılaşma əldə edilib kimi yanaşmalara mən hesab edirəm ki, onun baxışıdır, o fikirdir, onun sözləridir və bunu bir həqiqət kimi qəbul etmək mən onun əleyhinəyəm. Bunlar bir ki, razılaşdır. Yox, bilirsiniz nəyə görə, nəyə demək istəyirəm? Siz orada bir ifadə işlərdiniz ki, Azərbaycan prezidenti söyləyib ki, mən bundan sonra müstəqil siyasət sistemi həyata keçirəm. Mən demədim, Azərbaycan prezidenti deyibsiz ki, mən dedim ki, Azərbaycan artıq sırf İlham Əliyevin bəyanatları var. Azərbaycan dövləti, heç bir xarici dövlətin təzyiqindən, nəyindən asılı olmalaraq öz müstəqil kursuna aparacaq, suveren və müstəqilini qoruyur. Bunu İlham Əliyev deməyib. Mən sizə onu nəzərinizə çatdırmaq istəyirəm ki, dövlətimizin başçısının siyasəti məhz Azərbaycan xalqının milli maraqlarına söykənən siyasətdir, müstəqil siyasətdir və bizim Vaşinqtonla Sərdar bəy onları deyir. Bizim Vaşinqtonla o mənə nəsə şey tutmalıdır da, yox, orada bir məsələ var ki, o Vaşinqton danışıqları və Düşənbə danışıqlarında bu kimi razılaşmalar əldə edilməsi üçün zamanı prezident belə deyib. Mən bununla razılaşmıram. Mən o fikirlə razılaşmıram ki, yəni o danışıqlarda deyib ki, biz müstəqil siyasət və mən demirəm o danışıqlar deyil. Mən dedim ki, bu neçə ildir hamı bilir ki, bu adam vətən xaini. Bunu hamımız bilirik. Niyə görə indi ittiham irəli sürür? Onu deyir. Bilirsiniz, bu cür siyasi fiqurların bu cür ağır ittiham olması üçün siyasi şərtlər var. Mən siyasətçiyəm, mən dedim, hüquq qoyuram qırağa. Mən hansı siyasi vəziyyətdə bu ittiham irəli sürür? Onu izah edeyim sana. Ki, Düşənbə görüş oldu, orada Putinin ağzından İlham Əliyev vurdu.
Amerika görüşü oldu. Amerika açıq şəkildə İlham Əliyevi şəxsən, eləcə də Azərbaycanın strateji bir müttəfiq gördü və dünyaya onu bilirsiniz. Türkiyədə onun haqqında nə qədər geniş o Trumpın Bu davranışı. razılaşma deyil də, bu artıq bizdən hesablaşmadır. Bax, mən sizə bir şey söyləyeyim. Siz necə deyirsiniz? Qulaq Mən asın. demirəm razıyam. Deyirəm ki, o iki hadisədən sonra İlham Əliyev açıq aydın bir siyasi kursunu özü üçün müəyyənləşdirib və bu hadisədə ona görə meydana çıxıb. Mən başqa şey demək istəyirəm. Bax, mən bayaqdan Sərdar bəy danışırdı. Təxminən bir monoloq söylədi və mən çox səbirlə, təmkinlə qulaq asdım və sizdən də verilişin əvvəlində xahiş etmişdim ki, bilməsin, mənim qəbullarım var. Siz israrla dediniz ki, yox, gəlin vaxtını çatacaq, düzdür? Mən də sizdən xahişim odur ki, siz verilişi aparanda burada demokratik prinsiplərə də riayət edin. Siz aparıcı deyilsinizsə, biz başlayaq, o desin, mən deyim. Siz aparıcısınız, 20 dəqiqə, yarım saat tək danışır. Və indi də mən təzədən başlayıram danışmağa, təzədən sözü alır, imkan vermək istəmir. Bu düzgün yalan deyirsən, mən də yalanı cəmsin. Verilişcəmizi yox, əgər verilişcəmizi 20 dəqiqədir gedir. Sən deyirsən yarım saatda danışır. Yalan danışma. Mən də deyirəm danışanda xahiş edirəm. 10 dəqiqə danışır. Nədənsə narazısınızsa Susmadın, qeydlər sən danışanda edin. susmadın. Mən danışanda sizə diqqətlə qulaq asın və məndə fikirlər formalaşdı, indi sizə cavab verirəm. Siz imkan... Debatın mahiyyəti ondan ibarətdir ki, bir tərəf qarşı tərəfə Replika verirəm da. etiraz edə bilər. Bu normal bir Yox, mən qulaq asmaq istədim ki, görüm nə. Çünki bizim vaxtımız çox az qalıb. Elman bəy, çox az biz qalıb. sizə 10 dəqiqə qulaq asdıq. İndi də 10 dəqiqə siz danışın. Buyurun, biz sizə qulaq asdıq. Bu belədir ki, hər şey demokratikdirsə, bu baxımdan Təbii ki, demokratik buyurun, olar. danışın, söz Mənim sizə. sözümün canlı odur ki, Buyurun. Azərbaycan prezidentinin bugün Vaşinqtondakı yüksək səviyyədə qiymət verilir. ABŞ prezidenti, fövqəladə dövlətin prezidenti söylüyor ki, İlham Əliyev bu günlər dünyanın ən deməli müdrik, ağıllı və güclü siyasətçilərindən biridir. Və bu anlam heç bir halda ona gətirmir ki, biz Vaşinqtonla münasibətlərimizin istiləşməsi və strateji xarakter kəsb etməsi üçüncü dövləti hədəfə alıb və anti-Rusiyadır, Kreml əleyhinədir. Xeyr, belə yanaşma yanlışdır. Və yaxud da ki, bizim Rusiya ilə 2022-ci ildə müttəfiqliyi ilə bağlı bir sənəd imzalandı. Bu heç bir halda o anlama gəlmirdi ki, bu anti-Vaşinqton və anti-Brüssel istiqaməti. Xeyr, Azərbaycan dövlətinin başçısı Azərbaycan xalqının milli maraqlarına uyğun siyasət həyata keçirir və görəndə ki, bu siyasət nəticəsində Azərbaycana qarşı müəyyən təzyiqlər, təhdidlər var, həmin siyasətdə korrektorlar baş verir. İcazənizlə İlham bəy, daha doğrusu Elman bəy, sizin fikrinizə kiçik bir nüans əlavə etmək istəyirəm. Daha sonra söz yenə sizdə olacaq. Bu barədə narahat olmağa ehtiyac yoxdur. Siz qeyd etdiniz ki, Azərbaycan milli maraqlarını ifadə edir. Dövlət başçısı bunu hər zaman demiş, hər zaman görünən budur. İstər Qarabağ savaşı, bundan sonraki mərhələ və bu Rusiyanın əleyhinə deyil. Buradan artıq ikinci bir sual ortaya çıxır. Bəs Ramiz Mehdiyevin, Nikolay Patrushev ilə, Rusiya rəsmiləri ilə, hətta 2018-ci ildə görüşləri, Rusiyanın şərəf ordeninin təqdim olunması Ramiz Mehdiyevə, onun Rusiya ilə bağlılığı, əlaqələrinin üzə çıxması, ortaya qoyulması, bu detalların açıqlanması bəs Rusiyanın Azərbaycan əleyhinə siyasət deyilmi? Yəni biz milli maraqlarımızı qoruyuruq, milli maraqlarımızı müdafiə edirik. Başqa şeydir. Bəs o zaman Ramiz Mehdiyevin Rusiya ilə bağlılığı necə baxmaq? Bir şey bilin, Azərbaycan prezidenti ilə Rusiya prezidenti 2022-ci ildə strateji müttəfiqlik münasibətləri ilə bağlı sənəd imzalayıb. O aydın. Bu sənədin imzalanması Azərbaycanın öz müstəqil siyasətinə imtinası anlamında deyil. Əksinə biz Rusiyanı bərabər... Mən elə bir şey demədim. Yox, ümumiyyətlə də kimlərsə hesab edir ki, bu nə sənəddir? Azərbaycanla Rusiyanın bərabər tərəfdaşlıq münasibətlərinə qaynaqlanır. O böyük dövlətdir, nəhəng dövlətdir, özünü hegemon saya bilər. Amma Azərbaycan bu günlər elə də böyük olmasa da belə, dünyada onun sözünün məna və çəkisi böyükdür və həmin sənədə baxsanız, bir dənə Azərbaycanın milli maraqlarından geri çəkilmək yoxdur. Mən də deyirəm ki, burada bu həm də o anlama gəlmir ki, yəni bizim Rusiya ilə münasibətlərimizin biz normal olmasına maraqlıyıq. Həm də bu o anlama gəlmir ki, kimlərsə bu günləri və yaxud dünənləri və yaxud da ki, sabahları Azərbaycan milli maraqlarını qoyacaq kənara, Rusiyada hansısa siyasi dairələrin və dövlətin maraqlarına xidmət etməyəcək. Bizim davamımız odur ki, bu halların qarşısını alaq. Biz Rusiya ilə düşmən olaq. Rusiya bizim strateji düşmənimizlə yanaşması yoxdur. Amma kimlər ki, Rusiyanın xüsusi xidmət orqanları əməkdaşlıq eləyə bilər öz dövləti əleyhinə, bizim mübarizəmiz onlarladır. Onlar könüllü mü edirlər bunu sizcə? Ramiz Mehdi könüllü mü gedir? Burada istənilən halda maraqlar üst-üstə düşəndə bu dünyada bilirsiniz də hava heç nə olmur. Hətta təliyə qoyulan o ətin də öz dəyəri var.
istisanı tutmaq üçün. Bu hava heç nə olmur və yəqin ki, burada sadəcə olaraq kimlərsə xəyanət, kimlərsə dönüklük yolunu seçir. Amma yenə də deyirəm, bu indi məhkəmənin bu 4 ay müddətində apardığı istintaqın nəticəsində və gəldiyi qənaət əsasında biz 4 aydan sonra bizim və ya 4 ay ərzində yeni məsələlər üzrə çıxa bilər. Biz daha obyektiv, daha belə dəqiq, əsaslanmış mövqelər irəli sürə bilərik. Mənim sözümün canı odur ki, bu günləri Azərbaycan dövləti öz maraqlarından bir addım da geri çəkilmir və bizim Vaşinqtonda Azərbaycan prezidentinin olan bu ehtiramın səbəblərindən biri də odur ki, prezident bu günləri sözünün ağasıdır, nəyi deyir, onu edir və beynəlxalq sürülər təhlükəsizliklə çox ciddi töhfələr verir. Yəni, bu bir həqiqətdir. Ancaq sizə başqa bir həqiqətə söyleyeyim. Biz Birləşmiş Ştatlarla bu günləri çox sıx əməkdaşlıq edirik, düzdür? Yaxın zamanda strateji tərəfdaşlıq sənədi imzalayacaq. Ancaq Azərbaycanda hakimiyyətdən kimlərsə bugün Birləşmiş Ştatların xüsusi xidmət orqanları ilə əlaqəyə girib anti-Azərbaycan addımlar atsa, onlar da vətənə xəyanətlə ittiham ediləcək, onlar da öz cəzasını çəkəcəklər. Burada bilirsiniz, bu Rusiya ilə bağlı oldu, ABŞ-la və Brüssel ilə, Fransa ilə bağlı olsa, eyni aqibət onları gözləməyəcək. Amerikanın belə adamlarına istifadə eləməsi faktı Azərbaycan ictimaiyyətində daha çox tendensiyalı alıb və görülür. Biz Amerika ilə münasibətlərimiz indi daha çox istiləşir. Çünki uzun bir tarixi dövrdə, bu müstəqillik dövrümüzdə zigzagvari münasibətlər olmuşdur. Xüsusilə Biden dövründə daha da pisləşdi. Bizdə yanaşma, mən konsepsiyanın özünü deyirəm. Və Rusiya ilə bizim ənənəvi qonşu münasibətlər və s. və o səbəbdən də Rusiya ilə bağlı 5-ci kolon və s. kimi ifadələr daha çox işlədilib, kimlərinsə Rusiyanın maraqlarından çıxış etməsi ilə bağlı yanaşmalar həmişə olur. Birləşmiş Ştatlar 5-ci kolon deməmişik. Yox, deməmişik də. Çünki Birləşmiş Ştatlarla biz qonşu da deyilik və bizim münasibətlərimiz də ki, o səviyyədə olmuyor ki, baş versin. Mənim sözümün canıdır ki, konseptual yanaşmanı deyirəm. Konseptual yanaşma odur ki, Azərbaycanın milli dövlət maraqlarını qoyub kənara, hər hansı bir dövlətin alfa, beta, nə bilim, x, y, z dəxli yoxdur. Hər hansı biri ilə dövlətin milli maraqlarını tapdıyıb. Rusiya bir də İran. Əsas qonşularla da. Əsas onunla, bu eyni zamanda... Nəyə ki, Afrika ilə başlayır? Yox, Afrikanın o maraqları yoxdur bizdə. Söhbət ondan gedir ki, bir arxayınçılıq sindromu deyirlər. Qonşular təbii ki, bu prosesdə öndə gedə bilər. Amma bu heç də o anlama gəlmir ki, sən arxayın olasan ki, tutaq ki, Fransadan belə bir addım atıla bilməz. Fransa kimlərsə bunu etməz. Birləşmiş Ştatlar bu istiqamətdə fikrimi söyləyirəm. Mən söhbətim ondan, mahiyyəti onunla bağlıdır ki, bizim bəli, hər kəs bilməlidir ki, Azərbaycan dövləti güclü dövlətdir. Azərbaycan dövlətində güclü dövlət başçısı var və bilməlidir ki, Azərbaycanın xüsusilə də güclü, bizim bilirsiniz ki, dövlət təhlükəsizlik xidmətimiz var və kimlər ki, Rusiya işləyə bilər, Amerika işləyə bilər, Fransa işləyə bilər, Azərbaycan milli marağını tapdayar, onların hansı taliyə gözləyəcəyini, gözlərinin qabağını gətirsinlər. Mən sizə bir sual verə bilərəm. Buyurun. Bu Dövlət Təhlükəsizlik Xidmətinin elan elədiyi iddiamdan bir gün əvvəl, 5 gün əvvəl, 1 il, 3 il. Siz Ramiz Mehdinin fəaliyyəti ilə bağlı hər hansı bir sizə şübhə, fakt var idimi? Ki, bu adamın işləri Azərbaycan dövlətinin əleyhinədir. Bilirsiniz, Səhtar bəy, siz müxalif partiyasının rəhbərisiz, təmsil edirsiniz. Siz də millət vəkili, milləti təmsil edirsiniz. Bəli, siz düz deyirsiniz. Və sizin bu günləri... Güyadır deyim də. Eyni vaxtda... Gördüm, xoşuma gəldi. Eyni vaxtda iki Səhtar bəydir də. Həm bir şeydir, sonra da eyni deyil, başqa şeydir. Yəni, qarşımda eyni anda iki Səhtar bəy gördüm. Düz işləmir, nə vaxtdan bildin? Məsələ ondadır ki, sizdən fərqli olaraq hakim Yeni Azərbaycan Partiyası, Ulu Öndərin yaratdığı partiya və Cənab Prezident rəhbəri olduğu partiyanın təmsilçilərində çox böyük məsuliyyət hissi olur. Biz dediyimiz ona görə dövlətə xəyanət edən adam haqqında danışmırsınız da məsuliyyət hissi var. Biz yeri gəlmişdə danışanlarını bilmənəm. Habaq danışıbsan. Mən danışarıq ki, Ramiz Mehdiyevin 15 nəfəri siyahıya almışdı ki, onları məhkəməyə verəcəyəm və sonra nəsə vermədi. Onlardan biri də mən idim. Nə demişdin də deyirəm? Mən söyləmişdim ki, mən bilirsiniz, bir şey ifadə işlədərkən, mən fikirləşdim. Mənə deyə bilərlər ki, mənə deyirlər, sən deyirsən ki, 5-ci kolonda düzdür, məşqdir. Tutaq ki, qarşı tərəf məni verir məhkəməyə ki, sən məni adlandırmışsan 5-ci kolon düzdür. Mən 5-ci kolon məhkəməyə veriləndə 5-ci kolon mən dildi də dedim bunu.
Necə ki, Sərdar bəy çox şey deyir. Amma sabah məhkəməyə verilən gəl sübut elə ki, mən 5-ci kolonam, bu sözün müəllifi mənim, əlimdə arqumentlərin, faktlarım yoxdur. Ancaq deyilən ancaq iddia ola bilər. İddiadır bilirsən də məhkəmədə qəbul edilmir. İddiadır bu. Sübut elə, təkzib edilməz faktlar siz Patruşevlə danışıqlar qeyd edirsiniz. Bu kimi danışıqlar əgər doğrudan da təsdiqini tapsa çox ciddi arqumentlərdir. Amma bunlar olmayacağı təqdirdə mən desəm ki, qəzetlər yazırdı, mətbuat yazırdı, bax partiya sədri Sərdar bəy deyirdi ki, siz 5-ci kolon rəhbərlik edirsiniz. Bunlar keçmir. Amma bunun çıxışları var. Çıxışı deyir ki, biz parlamentdə hər adam vurxanmalar ki, Rusiya ilə bizim münasibətləri pozsun. Bunu eşidibsən, bu bəyanatsan, Ramiz Mehdiyan adına. Nə reaksiya verirsən? Mən sizə bir şey söyleyeyim. Dövlət siyasətinə qalanda. Yaxşı, qoydum dövlət siyasətinə qalanda. Dövlət siyasətinə qalanda Rusiya ilə münasibətlər pozmaqla bağlı bizim bir siyasətimiz yoxdur. Qulaq, bir dəqiqə, açaq ol. O baxımdan siz Ramiz Mehdiyanı müdafiə edirsiniz. Ramiz Mehdiyan bu xəyanəti neçə müddətə başlayıb eləməyə? Dövlət zorakı yolla hakimiyyəti ələ almaq və dövlətə xəyanət. Bu neçə günlük bir proses sonra sən? Mənə elə gəlir ki, 2019-cu ildə hakimiyyətdən getdikdən sonraki dövrə qiymət vermək lazımdır. Cənab Prezidentin bir məşhur bir ifadəsi var. Cənab Prezidentin söylüyor ki, heç kim deməsin ki, mənim filan böyük xidmətlərim var. Xidmət eləmirsən, mükafatını da almışsan. Söhbət bu gündən gedir. Elmam, nə vaxt gedir hakimiyyət? 2019-cu il oktyabrın 20. 2019, bölün ayın neçədir? 2025. 6 il keçib. 6 ildir bu adam dövlətçə işlə hazırlaşır. 6 ildir bu adam vətənə xəyanət edir. İndi bu cinayət işinin qaldırması nə ilə bağlıdır? Mən də sənə deyirəm ki, bu bir siyasi, həm hüquqi bir həm də siyasi iradədir. Bu siyasi iradə nə vaxt meydana çıxdı? Tam arxayındır ki, mən bu cinayət çətəri neytrallaşdırsam dövlətə ziyan dəyməyəcək. Nə zaman olur? Təminat alınanda. Sən elə bilirsən ki, Amerikadına tutaq deyə müəyyən bir təminat. Trump demədi, biz Azərbaycan dövlətinin hərbi təhlükəsinə təminat veririk. Bu pis şeydir. Türkiyə demədi ki, biz Azərbaycanın təhlükəsinə... Trump dedi ki, biz İranla ki, bizim münaqişəmiz oldu. Dedi ki, biz Azərbaycanın hərbi təhlükəsinə təminatı özlərimizə götürürük. Öyle şeyler yoktur. Sen git gazete oku da yok. Bizim hiç öylesi münasibətimiz de yoktu ki, abışla ki. Senin münasibətin olmuyor ama Amerikan bir stratejik müqavilə də yoxdur, bir sənət də yoxdur. Sənət ələ imzalanacaq. Sen istediğin alanı oynayasan. Ramiz Mehdiyan əlbəttə Rusiyanın adamıdır. Ama Amerikanın maraqları var. Yox, mən başqa şey söyləyirəm. Əslində Sərdar bəyin o fikrini müəyyən bir formada səsləndirmiş Azərbaycan İran gərginliyi olanda biz dedik ki, Trump'ın mövqeyi oldu ki, biz Azərbaycanın yanındayıq. Lazımsa təsəvvür İrana qarşı olduğundan, anti-İran mövqeyi olduğundan bu deyil. Yenə bizim yanımızda. Qardaş, bizim mövqeyimiz nədir? Dövlətimizin mövqeyi odur ki, bax, Cənab Prezidentin son addımları yoxdur. Fikir verirsiniz, BMT baş məclisindən... Ramiz Mehdiyan danışdı. Ona gəlib çıxıram. Onun ancaq Kopenhagendə görüş, Kopenhagendə. Onun ancaq Qəbələdə Türk Dövlətləri Təşkilatı. İndi Şahmalı Şeyxə çağırıldı, dünya səviyyəli bir tədbirlərə. Bütün bunlar hamısı onu göstərir ki, Azərbaycan artıq regional dövlətçilikdən çıxır, qlobal miqyaslı məsələlər. Kosmosa getdi Azərbaycan. Elə olan vəziyyət. Bunun Ramizə nə aidiyyatı var? Aidiyyatı ondadır ki, bu Azərbaycanda əksinə hakimiyyətin devrilməsi, onun konstitusiya quruluşunun devrilməsi, kimi məsələlər gündəmdə olacağı bir reallıqda. Bu daha da güclənir. Daha da möhkəmlənir. Mən də dedim, Amerika'nın münasibətlər yoluna qoyulduqdan sonra iqtidar İlham Əliyev tam əmni elədi ki, bu çətə ifşa olacağı təqdirdə ciddi daxili problem olmayacaq. Rusiya açıq şeylər müdaxilə eləməyəcək. Ona görə bu addım atdı. İndi sən bir şeyi fakt deyəcəm mən. Avropa oyunları keçirildi Azərbaycanda. Onda Ramiz Mehdiyan yıxılmışdı, qıçısılmışdı. Bizi çağırdılar Əl-Həsənov mətbuat mərkəzinə. Ora ki, bəs gəlin Avropa oyunları ilə bağlı bir tədbir gedir. Biz oraya gedəndə Əl-Həsənov dedi ki, bu Avropa oyunları qoyun qırağa. Bəzi müxalif edirlər, başladı ki, Avropa oyunları belədir. Dedi, bunu qoyun qırağa. Prezident mənə tapşırıb, sizə bildirəm ki, biz artıq Azərbaycanda ciddi bir siyasi dəyişiklik eləmək istəyirik. Müxalifətin parlamentdə geniş şəkildə təmsil olunmasını istəyirik. Ona görə bunu kim dedi sizə? Əl-Həsənov. Və orada da 20-yə yaxın partiya sədri var. Mən özümdən demirəm bunu. Yazılıbdır o. İstəyirsiniz qaldırın bax. Və prezident mənə tapşırıb sizinlə görüşəm. Bu məsələlərlə, yəni artıq Azərbaycan əvvəlki müxalifət düşməndir, parlamentdə buraxmaq, saxtalaşmaq məsələsi yoxdur. Üstündən İktidar müxalifət yumuşalması. Bəli. İndi də davam edir. Yox, müxalifətin parlamentdə geniş tərkibdə buraxılması. İndi də hal-hazırda komitə sədrləri var. Orada müxalifət yoxdur. Sən boş-boş danışma. Hər şeyə elə müxalifət deyəndə belə olmaz. Ramiz Mehdiyan müxalifətidir. İndi əgər dövlət təhlükəsizlik xidməti
ciddi şəkildə tam məsuliyyətini araşdırsa, o müxalifət dedim partiyanın sədrlərin bir çox Rusiyanın əməkdaşı olduğunu biləcəksən. Maraqlarını müdafiə edib görəcəksən. Elə az əvvəl xəbər oxudum. Ramiz Mehdinin halı niyə pisləşib? Vaxtilə onu təyin elədiyi deputatlar bu gün onun əleyhinə danışırlar. Xəbərdə də görünür ki, deməli biz hamımız məhəttəq, biz belə bir şey gözləmirdik. Biz hamımız məhəttəq. Nə oldu? Azərbaycanda birdən-birə İlham Əliyev göstərib ki, artıq parlament seçkiləri bitiririk. 2-3 dəqiqəmiz var. Hə, elə bunu deyilə. Sonradan, üstündən 2 həftə sonra biz dedik ki, 2 həftədən sonra gələk, bu məsələni yenidən müzakirə edək. 2 həftədən sonra Ramiz Mehdi çıxdı işə. Gəldi, elə biz başladıq deyə keçən iclasımızdakı məsələnin müzakirəsini tamamlayır. Ələ sonra deyir, dayanın, parlamentdə söhbəti qutardı. Avropa oyunlarında kim tamaşaçı kimi iştirak eləməz desin, kim iştirak eləməz çıxın gəlsin. Və bununla da o söhbət bağlı. Mən onda bildim ki, Azərbaycanda parlament seçkilərin hamısı Ramiz Mehdinin ciddi nəzarət altındadır və o zaman ki, bir dəqiqə, Jirinovski dedi, biz Azərbaycan hökumətinə deyəndə ki, demokratik qüvvələr buraxman parlamenti, onlar dedilər, baş üstə. Bax, o baş üstə deyən Ramiz Mehdi'dir. Ramiz Mehdi'yə parlamentin saxtalaşdırmasını, siyahların tutulmasını, hamısının bilavasitə müəllifi Ramiz Mehdi. Sərdar bəy, bir şey əmin olun ki, Azərbaycan dövləti güclü dövlətdir. Azərbaycanda hakimiyyəti zorla devirmək, hətta Amerika belə güclü dövlət deyil və sığortalanmır dövlət. Qulaq asın, Azərbaycan güclü dövlətdir. Azərbaycanda hakimiyyəti zorla devirmək, zəbt etmək cəhdləri ola bilər, amma olan qarşı yerində canlanacaq, günahkarlar cəzalandırılacaq və həmin prosesdə bu deməkdir ki, cinayətkar cəzadan kənarda qalmalı. Bu yaşananlar sən Ramiz Mehdi'yə haqq qazandırırsan. Onun elədiyinə haqq qazandırırsan. Deyirəm, haqq qazandırma yox. Azərbaycan güclü dövlət olmalı. Bu gün istintaq gedir. Məhkəmə çox, mən çıxışında gedirəm, çox ağır ittihamlar Amerika dövlətinə qarşı çevrilişə cəhd edən adam mühakimə eləmirlər. Amerika qarşı belə bir xəyanət edən adam yoxdur. Nə qədər casus tutular Amerika. Rusiyada yoxdur. Bəs saxlanılır da o. Dövlətin güclü olmağın buna nə aidiyyatı var? Zəif dövlətlərdə dövlət çevrilişi edilir. Bunlar hamısı baş verir. Necə ki, bir çox ölkələrdə baş verir. Dövlət çevrilişi baş verir. Bu adam da hazırlaşır dövlət çevrilişinə. Dövlət təşkil xidməti qarşısını alıb da. Mən də deyirəm, güclü dövlətik də. Mən də sənə deyirəm ki, bizim güclü olmağımız nə ilə bağlıdır? Bizim güclü olmağımız nə ilə bağlıdır? Dediyi xarici amillərlə bağlı deyil. Birincisi, güclü liderimiz var. İkincisi, güclü ordumuz var. Üçüncüsü, güclü dövlət təşkilatımız var. Bizim güclü və ən başlıcası Azərbaycanda səfərbər olunmuş cəmiyyət var. Azərbaycanda vətəndaş həmrəyliyi var, hakimiyyət xalq birliyi var və bu birlik olan yerdə, xalq hakimiyyət birliyi olan yerdə bu çevriliş söhbətləri heç bir zaman Azərbaycanda təhlükələri bu cötbasını elədiyi o görədir ki, 20 ildir bu adam dövlətə xəyanət edir, sən ağzı danışma. Mən deyəndə ki, hökumət belə edir, sən deyərdin, sus sən, hökumət yaxşıdır. Bu hökumətin siyasətdən proqramlarından biri budur. İndi məlum olub ki, bu vətən xainidir. Sən vətən xaininin apardığı siyasətə həmişə müdafiə eləmirsən. Sənin Yeni Azərbaycan Partiyonun idarə heyətinin üzvüdür. Ağır ittihamdır, düzdür. Hesab eləyirəm ki, mən şəxsən kitab gətirib, düzdür. Həmin kitabda bir dənə mənə tapıb desək ki, Ramiz Mehdiyevin adını çəkir və onun bu konsepsiyasını alt-üst eləyir. Adını çəksin, alt-üst eləsin. İndi mən bunun adını burada tapsam, sən məndən üzr istəyərsən. Denən ki, o tamamilə adını tapa bilərsən. O konsepsiyanı İnkar edir. Yazmışam ki, bu kitab Ramiz Mehdi Azərbaycanda keçirdiyi siyasətin əleyhinə yazılır. Oxumur. Amma bir şey deyim. Ucadan oxumur. Amma bir şey istəyir. Doğrudan da onu yazıbsa, bu təqdimatını Ramiz Mehdiyevi müdafiə edir. Niyə? Çünki Ramiz Mehdiyev totalitar bir sistem qura bilirsə, o sistemdə belə kitab çıxa bilməzdi. Niyə çıxa bilmir? Özü də bilmədən müdafiə edir. Yox, niyə çıxa bilmir? Bizim məntiqsizlik yaranır. Çünki totalitar dediniz ki, onun əlində hamısının qabağını alır. Siz də onu kitabda tənqid edirsiniz. Bu totalitar o demək deyil ki, ən kiçik nöqtəyə qədər belə nəzarət edə bilir. Ümumiyyətlə imkan verməzlər. Kim deyir sənə? Sovet hökumətin vaxtında dissident ədəbiyyatı yox idi. Sovet hökumətində dissidentlər yox idi. Ən dünyanın bir nömrəli totalitar cəmiyyəti. Bu gün Çində yoxdur. Ona görə mənim mövqeyim belədir ki, Azərbaycan hüquqi dövlətdir. Cinayət etmişsən, mütləq cəzanı alacaqsan. Mütləq alacaqsan, bir mənalı. Əslində demək olar ki, bir-birinizə yaxın sözlər deyirsiniz. Bir mənalı. Bir dəqiqə, sən niyə bunu oxumadın? O məni ittiham edir ki, güya Ramiz Mehdiyev hakimiyyətdə mən onun adını kitab. Mən yazmışam, bu kitab Ramiz Mehdiyev Azərbaycanda keçirdiyi siyasəti ifşa eləmək üçün yazılır. Bir dənə o cümləni oxuyun. Burada Milli Elmlər Akademiyası akademiki Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iqtidarın hakimiyyətdə olduğu 16 il ərzində həyata keçirdiyi və gələcəkdə həyata keçirməyi planlaşdırdığı strateji siyasətinə əsas paradigmaların həsr edildiyi 16 yanvar 2008-ci il tarixində media forumun
qeyd edibsiz. Bu kitab bütünlükdə təbii ki Yəni Ramiz Mehdiyevin tənqid olunan bir fikir istəm oxuyam da. Bütün kitab onun tənqidi. Yox, Ramiz Mehdiyevlə bağlı tənqidlər var, amma Elman Nəsirovun fikri budur ki, Ramiz Mehdiyevlə bağlı ki, siz bu məsələləri deyirsiniz və haqlısınız, yaxşı da deyirsiniz. Bunları bir dənə kitabınızda göstərin ki, siz bunları etmişsiniz. Etmişəm da. Bir dənə bir stat gətir də, Ramiz Mehdiyevi tənqid edirsiniz. Ay balam, Sərdar bəy dedi ki, bu girişdən oxudu bunu. Hər fəsildə Ramiz Mehdiyev hər cümləsini misal gətirəm, atda onun Azərbaycan dövləti. Əgər doğrudan da bu varsa, özü də bilmədi, Ramiz Mehdiyevi müdafiə eləmir. Niyə müdafiə eləmir? Deməli, Ramiz Mehdiyev ifk elədiyimə görə onu müdafiə eləmir. Yox, belə çıxır ki, Ramiz Mehdiyev 2019 deyil, 2010'dur. 2010'dur, bəli. Ramiz Mehdiyevdə bütündür ki, ideoloji sahə əlində totalitar bir sistem qura bilir. O məsələlərə baxır, bu necə kitab çıxır? Mənim də bacarığım vardı özümə. Gizlin çıxartmışam. Biz kitaba nəyə? Siz deyin ki, gizlin çıxarmışam. Sabir Rüstəmxanlığa hücum edir, bu kitab hesabda çıxır. Qanun nəşriyyatında. O ki, Ramiz Mehdiyev hücum edir, Sabir Rüstəmxanlığa. Sözümün canı bilsin nədir? Mənim sözümün canı verirsin sonra. Sözümün canı odur ki, sözümün canı odur ki, Azərbaycanda bax, ən bizim nüfuzlu qurumlardan biri də, bu Dövlət Təhlükəsizlik Xidməti. Cinayət işi açıbsa, bu elə belə olmur. Sən deputat kimi, niyə görə icra hakimiyyətindən nəzarət eləməyibsən? Əgər baş veribsə, deməli ciddi tamla ortaya qoyulubsa, indi də 4 ay vaxt ayrılıbsa, mən millət vəkili olaraq, mən hüquqi dövlətdə yaşadığımdan argument, fakt, təsdiqini tapır, ona mövqe bildirirəm. Sən bir partiya üzvü kimi bununla yoldaş olubsan, nə həmkar olubsan. Sənin partiyanın Ağsaqqallar Şurasının üzvüdür. Sən bir vətən xaini ilə bir partiyada olubsan. Bu vətən xaini ifşa eləməyibsən. Partiya orada ləkə gətiribsən. Sənin bax bu mövqeyivə görə ört bastır eləmə. Mənim adım 15 nəfərdən biridir ki, məhkəməni hədəliyib. Mən indi nə müdafiə edirsən? Müdafiə eləmirəm. Nə deyirsən mən? Mən hüquqi dövlətdə yaşayıram. Siz müxalifətsiz nə deyirsiniz deyə bilirsiniz. Azərbaycan hüquqi dövlətdir. Qanun aliliyi var. Hüquqi dövlətdə vətən xaini 20 il dövləti başçılıq eləyə bilər. Hüquqi dövlət. Siz indi bilirsiniz, keçmişə gəlin qayıtmayın, söhbət bu gündən gedir. Onda bunu niyə idam edirəm? Bu gündən gedir söhbət. Bugünkü reallıqdan gedir. Bəlkə də öldürdü Ramiz Mehdiyev. Bilmirəm. Ancaq bir şey əmin bilirəm ki, cinayət edibsə 100% cəzasını alacaq. Ramiz Mehdiyev tərk eləmir və onun bax deputatlar, nazirlər, generallar, Ramiz Mehdiyevin ətrafında kifayət qədər böyük bir güc var. Azərbaycan dövlətinə xəyanət edən və dövlət çevrilən adamlar. Bunlar hamısı ifşa olunmalı və sən də deputat kimi vəzifən budur ki, bu işin üstə gedəcək. Bəlkə hüquq mühafizə qona bunu gizlədəcək. Yox, bəlkə hüquq mühafizə qona bunu gizlədəcək. İnsaflı olun da, bu məsələlər var, mövqe bildirmişəm, bildirməmişəm. Havaq bildirdin. Həmişə mənim bu dünən çıxır bu məsələ. Rəsmi şəkildə dövlətə xəyanət dünən çıxır. Mən sizə bir dənə fakt dedim ki, Ramiz Mehdiyevin Milli Məclisdən 15 nəfəri məhkəmə ilə hədəliyib, bir də mənəm. Bu sizin üçün hədəliyib də verməyib ki məhkəmə. Verəcəyini də deyib. Bəlkə sən onun adamıysan deyən yalandan bəlkə deyəcək bir kitab buraxsan. Əgər sizin bütün... Bəlkə sən də onun adamıysan üstü ötür. Əgər sizin bütün yanaşmalarınız indi dediyi sonuncu cümlədir. Mən sənin yanaşma... Mən sənin yanaşmandan çıxır, sənin məntiqinlə. Sən deyirsən ki, əgər Ramiz Mehdiyev ittiham edirsən, necə bu kitab buraxdın? Mən də deyirəm ki, Ramiz Mehdiyev sənə əgər ittiham eləyibsə, sən nətər azadda qalbsan biraz? Azadlıqda qalmışam. Niyə tutmadın? Niyə məhkəmə sən bitər eləmədin? Vəzifədə deyildim. Niyə vermədin məhkəməyə? Məni yox, ümumiyyətlə sonra fikrindən döndüm. Niyə döndü da? Onun özündən sual verir. Bəlkə sənin siz onunla kitab yazmışsınız, əla tanıyırsınız. Sən də özündən söz saxlamaq deyil ki, hakimiyyətdə o... Bəlkə sizin müxalifət kimi o yaradıb. Bizi müxalifət kimi yarada bilməzdir ki. O yaradır ki, siz belə fəaliyyət bizi müxalifət kimi yarada bilməzdir. Çünki Ramiz Mehdiyev hakimiyyətə gəlməmişdi, Azərbaycan Demokrat Partiyası var idi. Yekun sözümü deyirəm, yekun. Azərbaycan hüquqi dövlətdir. Cinayət edibsə cəzasını alacaq, cinayət etməyən Azərbaycan cəzasını almır. Ona görə ciddi ithamlar var və biz məhkəmənin son qərarını gözləyək. Qərarı olacaq ki, o cinayət cazdır, biz ona cinayətkar deyəcəyik. Sən niyə bunu vaxtında ifk eləməyibsən? Yapmışım ki, vaxtında. Sən gözləməliydin ki, böyle cinayətlər kitab gətirdi. Bir dənə mənə cümlə oxuya bilmədi ki, Ramiz Mehdiyev, sən filan fikir söyləmişsən, mən onu alt üst eləyirəm. Tapa bilmədim. Hər bir fəsil Ramiz Mehdiyev. Hər yoxu birin dənə. Ay qardaşım, götür oxu da, kitabı verəcəm. Siz buraya gələndə hazırlığı gələrdiniz. Qabağınızda Elman Nəsirovdur. Qabağınızda Elman Nəsirovdur. Siz elə dildə danışacaq ki, Elman Nəsirov Milli Məclisdə elmlər doktoru, professor. O sənə görə elmlər doktorsan, sənə görə deputatsan. Mənə görə sən seçilməmsən, özün də... Mənə görə də siz, deməli, ölüxanada işləmiş bir həkim olmuşsunuz. Bəli, ölüxanada işləmiş həkimə. Bir dənə xəstənin sağlamlamışsınız. Mən fərq verirəm. Bu həkim ixtisasımdır. Sonra
Tibb Universitetini qutarıb bir dənə xəstəni sağalmamışsınız. Niyə? Düz eləmişəm. Çünki müharibədə işləmisiniz, təyinatı zor olub, ölülərlə işləmisiniz. Mənim ölülərim sənin kimi dirilərdən o keflisçəndə deməli 100 dəfə yaxşı. Mən kitaba nəyə görə baxdım? Az əvvəl Elman bəy dedi ki, məni də Ramiz Mehtevin yanında görüşsüz adlandırırsa, orada mənim adımı göstərir. Mən Elman bəyin adına görə baxdım, yoxdur. Ramiz Mehtevin o dövrki siyasətində... Yox, o niyə onu salmam? Elmanın adını salmışam. Ramiz Mehtevi O deyir ki... əleyhinə olan bir sözü deyirəm, tapkinəm mənə ki, 2010-cu ildə Ramiz Mehtevi... Deyirəm, bu kitab onun əleyhinə yazıb, deyib bir dənə söz. Mən bütün kitabı... Mən sizə deyirəm ki, mən gündəncə sadə bir məsələ qoydum. Ramiz Mehtevi, prezident məsələn rəhbəri olduğu müddətdə bu kitabı yazıb və onun əleyhinədir. Mən də deyirəm, bütün kitab lazım deyil. Müəllif kimi bir dənə cümlə mənə göstər ki, Ramiz Mehtevin siz adını oxudunuz ha. Bir şey orada əleyhinə başa düşdünüz. Əksinə, bir məqaləsini əsnə. Bu girişdir. Bütün kitab Ramiz Mehtevin sözlərinə... Siz mənlə efirə çıxanda hazırlaşıb yan xahiş. Yox, hər şey. Belə... Mən nə bilim, sən orta məktəb uşaqsan ki, sözü sənə izah eləmək üçün gəlib sənə hansı bir nöqtəni görür. Mən kitabı... Bu boyda kitab maşallah qalındır da kitab düzdür. Maşallah. Tək ki, məzmunda adekvat olsun. Yox, adekvat deyil. Sənin üçün adekvat. Tək ki, bir dənə cümlə tapın, deyin ki, onun əleyhinə yazın. İndi, mən səndən bu kitabı sən... Yox. Bu kitabı başlamışsın. Siz əgər burada minlər Ramiz Mehdiyev bu sözü dedi, bunun arxasında bu cilab tapmazsanız, gələn isə mən üzr istəyirəm Azərbaycan xalqı. Mən də deyirəm ki, gələndə hazırlıqlı gəl. Nəyə görə? Mən bunu sadəcə gətirmişəm ki, çıxılmaz vəziyyətdə qalmayasınız. Mən çıxılmaz vəziyyətdə qalmıyorum. Mən sənə demək istəyim ki, Ramiz Mehdiyevin vətən xaini olması 2000-ci ildən mən bilirəm. Sən indi bilirsən. Hörmətli Sərdar bəy, baza təhsili... Sən o mandatın xəttə susubsan. Baza təhsili gözəl şeydir. Gözəl təhsil. Baza təhsili gözəl. Sənin baza təhsil. Sənin baza təhsilin yoxdur. Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin Avropa-Amerika ölkələri ixtisasında Tarix elmidir. Amerika, Avropa ölkələrinin yeni müasir tarix fənnindən dərs demişəm. Bu ölkə ilə bağlı sizin haqqında bəhs edir. Sənin dərs dediyin o uşaqlar, mənim yardığım meydlər, sənin dərs dediyin uşaqlar müqayisə eləsə, mənim yardığım meydlər daha canlıdır. Çünki sənin dərs dediyin uşaqların biri Azərbaycan xalqının azadlığında, cəmiyyətin təkmilləşməsində bir dəfə addım atmayıb. Sən onu elə manqurt böyütmüsən ki... Mövzuya çox yayılırıq artıq. Danışmadın da, baxın, bir ixtisası iddiam Azərbaycanda minlərlə, patolog, anatom var, minlərlə də qismət var. Bu, tip sahəsinin böyük bir hissəsini davam edir. Özlər şey tabi, öyrənci mi? Aydındır, verilişimizi bitirdik. Çox sağ olun, təşəkkür edirik. Təbii ki, bir qədər də verilişin sonlarında emosionallıq daha çox artdı. Mövzudan kənara çıxdıq. Amma sənələ bugün Elman bəyin dedikləri ilə razılaşmaq olar ki, Azərbaycan doğrudan da bugün güclü dövlətdir, güclü işlər görüb. Sərdar bəyin dediyi o məqamlarda da haqq var ki, Azərbaycan həm güclüdür, Elman bəy dediyi kimi güclü prezidentimiz var, iradəmiz var, ordumuz var və eyni zamanda biz tərəfdaşlarımızla bərabər də güclüyük. Burada Türkiyə var, Amerika Birləşmiş Ştatları, Avropada... Dövlətin güclü olması çevirmək istəmirlər, əksinə güclü dövləti yıxmaq istəyirlər də. Aydındır. Təşəkkür edir hər birinizə. Zəifə kimin nə işi var? Studiyamızda olduğunuza görə. Belə, dəyərli izləyicilər, gündəm masada verilişi bitir. Studiyamızın dəyərli qonağı millət vəkili Elman bəy Nəsirov və həmçinin bizimlə bərabər oldu. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar bəy Cəlaloğlu ilə bərabər gərgin gündəmi olduqca maraqlı məsələləri müzakirə etməyə çalışdıq. Verilişimizi sonadək izlədiyinizə görə hər birinizə təşəkkür edirik. Mütləq solda bəyənmə, sağ tərəfdə kanalımıza abunə olun işarəsinin üzərinə toxunmağı unutmayın. 3000-ə yaxın şəxs bizi canlı yayımda izlədi. Bu saata bu qədər deyirdik. Gün ərzində digər efirlərlə yenidən görüşmək ümidilə. Sağ olun, sağlıqla qalın.